Şagirdlər, qəbul imtahanlarının birinə düşən məsələdir. Deməli, bizdə qayıq verib, çayın axın istiqaməti ilə və çayın axınına qarşı istiqaməti verib. AC məsafəsini verib bizə, bax, məsafə, AC məsafəsi. Sürətini də verib, zamanını da verib. Deməli, yaza bilərik. SAC bərabərdir, sürəti zamana vuruq da VT düsturuna əsasən. Yəni, 30 üstə gəl, X vurulsun 4. İndi bizdə CB məsafəsində yenə sürəti verib axına qarşıdır deyə 30 minus yazıram onda. SCB bərabərdir 30 minus X vurulsun 3. Bizdə isə AB-ni də SAB də bərabərdir 44 verib. Ümumiyyətlə AC məsafəsi, yəni SAC bərabərdir SAB üstə gəl SCB-yə bərabərdir. Yəni AC-miz nə oldu? 30 üstə gəl X vurulsun 4 bərabərdir AB-miz 44. 44 üstə gəlinsin 30 minus X vurulsun 3. Buna vurub açsaq 120 üstə gəl 4X bərabərdir 44 üstə gəl 90 çıx 3X. Və tənlik kimi ədədlər bir tərəfə, dəyişənlər bir tərəfə keçirsək olacaq 7X bərabərdir 14, X də bərabərdir 2. Bizdən çayın axma sürətini istəyir. Elə çayın axma sürəti baxın bu X-dir. Axının istiqaməti olanda toplanılır, axına qarşı olanda çıxılır. Ona görə X-imiz 2. Yəni çayın axma sürəti V çay bərabərdir X 2 olacaq. Yəni X o da 2-dir. Cavab 2 olacaq.